Akşamınız xeyir kızlar. Salam, akşamınız xeyir. Her zaman deyirdiniz tortun yığılmasını gösterin ara qatının. İnşallah tortu ile indi bir yerde arasını yığaq, sonra da bəziyək. Akşamınız xeyir. Akşamınız xeyir. Akşam Turqay çığırma. Akşam. Biz kremin necə edirsiniz? Hə, indi kremin qaymağın hazırlanmasının hamısını göstərəcəm qızlar. Akşamınız xeyir. Çox sağ olun. Ya kızlar biraz toplaşsın. Başlayaq. Hə, indi balacanın yatmağı gözləmədim. Görürsünüz, qıraqda qışqırır. Ona görə. Çox sağ olun. Bu aralar yuxusu bozulur. Normalde bu vaxtları yatırdı her zaman. Ona görə gözləsəm gördüm gecə olur. Dedim açım tortu bir yerde arasında yığaq. Elə arasını yığıb, yəni gözləməyəcəm. Elə həmən dəqiqədə bəzəməyin eləyirəm. Başlayaq bunu kesməyə qızlar əvvəldə. Ayşə xanım bir şey soruşun. Quru boyadan qara rəngi necə alındıra bilərəm? Quru boyadan qara rəngi kremə də qata bilərsiniz. Yəni su ilə də qatıb vura bilərsiniz. Kremə qatanda elə də qara olmur. Ona görə şansı su ilə spirtlə qatışdırın. Çox sağ olun. Bisküvit keserim kızlar. Bakın böyle bir şeydir. Yani fərqi yoxdur. Bunun hər formada olanı olur. Elə tort aldığınız yerde bisküvit kesen desəniz bundan daha yaxşı keyfiyyətlilərini də verirlər. Ben ilk başlayanda almıştım bunu. Yani bu bisküvit kesenler de yaxşılar var. Vafli kağıdın altına hiç ne koymasanız da olar yani. Sonra çıkartıp atabilirsiniz. Salam. Ne içi olur? Onu Gözde yaxşı. Keçotu verər. Necidəki şaftalı şniatının üzü partlamasın. Bir de kirməsin. Bir dəqiqə gözləyin kızlar. Kızlar canlı biraz dondu. Zək geldi mən ona göre. Xəmirin yaxşı yoğurun. Xəmirin yaxşı yoğurun. Bir de yumrulayanda elinizlə yassılamayın. Onda heç nə olmur. Hə, bisküvit kəsənlər hər qiymətə var. 6 manata, 7 manata.
10 manata, 12 manata. Yəni gedib baxa bilərsiniz. Hansı büdcənizə uyğundur, onu ala bilərsiniz. Çox sağ olun. Quru boyanın elə qara rəng üstündə olanı qara su ilə qaçışdığında qara rəng olur. Heç bir rəngi qaçışmağa ehtiyac yoxdur. Salam axşamınız xeyir, axşamınız. Çox sağ olun sizin də. Baxın qızlar, biskvitimiz görün baxın nə gözəl yumuşaqdır. Baxın belə. 4 yerə bölündü. Yəni buranı təmizləyim, başlayaq kremi qaçışdırmağa. Bu kızlar 10 yumurtalık bisküvitti. Turgay ışığı yandır. Çok sağ olun. Buranı temizleyeyim. Keçi arasının sıvanmasına. Bisküvit kızları indi pişibdi. Bu tort biraz tələsik geldi. Ona göre de bisküvit indi pişib soyufdu. İndi de elə arasını kremli bəziyirəm. Bəzən sobadan da olur kızlar. Akşamınız xeyir Günah xanım. Gətirmədi qaymağı çalaq kızlar. Qaymaq baxın çox vaxt soruşursunuz. Baxın bu qaymaqdan istifadə edirlər. Səs açıqdır axı qızlar. Bəlkə sizdən nəsə problem var? Bisküvitləri qızlar santın döyəndə baxın belə. Bir dənə baxım. Bisküvit kəsənin ən axırıncı gözündə kəsdim də. Qalınlıqdadır baxın. Santısı hardasa baxın. Belə göstərim. Bir barmaq qalınlığında qızlar. Belə bir barmaq qalınlığındadır. 10 yumurtadandır. Çox sağ olun. Mən 150 dərəcədə pişirəm. Sizin indi sobanızda bilmirəm də. Eğer nətər demir, işıqlandısa sobası, alt üst rejimi normal işıqlandısa eləyə bilərsiniz. Bu bir dənə bisküvitdir qızlar. 4 yerə böldüm. Baxın. Yəni sobadan da çox şey aslında qızlar. Sobanız çalışın, sobanızın dilini düzgün bilin. Yəni məndə 150 dərəcədə pişən, sizdə bəzən 160'da, 170'de de pişebilir. Ben stakanla ölçmüyorum kızlar. Ben kesede ve canlıya bakıyorum. Bisküviti bilmeyi isteyen kızlar. Canlıya bakın. Canlıda eləmişəm bisküviti. Axırıncı canlıda. Bak oradan bakıp yaralanabilirsin. Salam. Her shift koy geçeydi hem de artımlı qaymaq. Çok sağ olun. Bir santim. Hatta belə bir barmaq qədərdir kızlar. Yəqin 1 santim olar. Ha onda yəqin sizin tufovqanız 150 dərəcədə güclüdür də. Ona görə çöldən bişdi, içdən bişmir. Çok sağ olun sizin nəfəs. Bu diametri 33'ün kızlar 28'e idi. İç kremini indi eləyirəm. İç kremi deyəndə kızlar qaymaqdır. Qaymaqla maloko qatırsınız da. Əlavə indi başqa dolğu istəyəndə qata bilərsiniz. Amma hal-hazırda sadəcə qaymaqla maloko qatıram. Bir
bir dənə bunu qaçdırım. İndi telefonu səssiz alıram ki, mikserin səsi sizi narahat eləməsin. Tortun kilosu kremli tortlar 15 manat, mastikalı tortlar 17 manatdır. Şimdi kızlar, ben bir dənə dediyim kimi səsi bağlayayım, arada açım ki, mikserin səsi sizi narahat eləməsin. Bəzək üçün krem şanti daha qəşəngdir, rengi olarak da çok güzel olur, hem de görüntü olarak da daha kusursuz olur kızlar. Sobamda 50-55 dəqiqə pişirirəm. Baxın, indi pişmiş maloka əlavə edirəm. Mən pişmiş malokanı belə bedirələrdə alıram qızlar. Baxın, belə bedirədə alıram mən pişmiş malokanı. Aydın vurmuram qızlar. Pişmiş malokanın dadı məndə daha çox farklı xoş gəldi. O ağ malokadan demiyorlar ki, istifadə eləmirəm. Aslında pişmiş maloka istifadə edirlər. Ona görə pişmiş malokanın dadı məndə daha çox xoş gəldi. Aydın vurmuram. Suyla durulda bilərsiniz kızlar. Əvvəlcə balkonu belə qatışdırın, ondan sonra da suyunu biraz az su tökərək durulda bilərsiniz. Bir dənə gözlüyüm gəlirəm. Mən bir dənə gözlüyüm balaca. Kızlar, bir dənə balacaya baxım gəlirim. Mənim biskvitlərimi sadəcə 2 yerə bölə bilirəm. Resepti deyə səhifədə var reseptlər. Keçir hal-hazırda mən qrupdayım. Çox sağ olun. Çox sağ olun Günay xanım. Kızlar, mən stəkanla ölçmədim. Gözünüzün qabağında görürsünüz ki, mən öyrəşmişəm, gözə qaral tökürəm. Yəni ölçü ilə tökmədim. Bu şirinlik də gözünüzdən asılıdır da.
Yəni nə qədər istəsəniz eləyə bilərsiniz. Ulduz qoyulur. Cob seke xəmirindən kesilmiş ulduzları necə yapışdırsınız? Tortun üzerine çöp şişlə ulduzlar qoyulur. Çöp şişlə şəkər xəmirinə kesilmiş ulduzlar necə yiyib? Qızlar, onların hamısını canlıda eləmişəm. Girin bir-bir canlılara baxın. Canlılar yaddaşda qalır. Mən kursa getməmişəm qızlar. Yəni nə onlayn, nə də ki normal. Mən kursa getməmişəm. Elə yerə qoymuşum. Balaca aşırtmasın qızlar. Yer tapıram qıdırıb qoymağa. İçsəm də sizin bisküvit resepti ilə də etmişim. Yaxşı köfrə. Onda sizin sobanızdandır. Problem sizin sobanızdadır. Mən özüm öyrəndim. Belə deyim də Allah'tan gələn vergi qızlar. Özümün ümumiyyətcə uşaqlıqda marağım var idi. Əl işlərinə də ki yaxşı idim. Yəni tək suda yox, toxunmaq olsun. Qaymaq bərk olsun. Neysə toxumaq olsun, əl işləri olsun. Hər zaman məktəbdə də. Yəni əl işlərim çox qəşəng olsun. Necə edim ki qaymaq bərk olsun? Deyir qızlar, normal belə çalım bərk olsun da. Salam bazı axşamın xeyir. Axşamınız xeyir. Burada da qızlar bir paçka kofeydi. Kofenin üstü suda dəmləmişəm. Sonra içine biraz 2 xörək qaşığı şəkər, 2 xörək qaşığı da qaymaq töymüşəm. Cavidan Zülfiqarzadə, əllərinizə sağlıq. Çox sağ olun. Muhammed Osmanlı akıncısı, sobanızın markasını Samsung'dur qızlar. Mənim sobamın markası Samsung'dur və çox razıyam. Yəni çox razıyam da, çox yaxşıdır. Səmzadə, nə tortu bişirsən bacı? Bu şokoladlıdır qızlar. Üstü də sadədir. Şokoladda axıtma tortdur üstündən. İndi kremliyim, elə indi də bəzəyəcəm. Şakir acayip. Mən sadəcə nə qədər şantini çalana kimi biraz özünü tutacağım. Mən şantini çalıb bəzəyirəm indi. Muhammed Osmanlı akıncısı. İndi əgər vaxt olarsa qızlar, indi mən bir dənə də bisküvit pişirməliyəm. Mebel Hə, içidir. mebel içi sobadır məndə. İndi əgər vaxt olarsa o bisküviti də bu tortu bəzəyəndən sonra canlıda hazırlayaram. Rengli həyat, Yapraq kremli Allah koyaram, razı bisküviti olsun. tez çalıb Bazı müştəriləriniz sobaya bol ataram. ol. Ondan sonra da gətirib tortumuzu bəzəyərəm. Vusale Mayılova, sobanız neçə litrlikdir? Kızlar, kaçını bir bunun ucundayız. Sobam kızlar. İç vərəqəsində oxumuşdum ama yadımda deyil inan ki. Mebel içi sobadır. Yəni böyükdür ama yadımda deyil neçəlikdir. Yusuf Kemil, salam bu bisküvitdeki ise ya elə belə bişirmisən. Yeter yani başa düşmədim. Ben diyorum. Hə, hazırladım Dubai şokolatı kızlar. Mən qaymaqla Bezdim ama hazırlamaktan. İndi istəyənlər var. günlük Ama gedim hazırlamaktan ol. bezdim. Günlük gedim sipariş alıp pişirirsiniz yoksa özünüze Yok, sifarişlə kızlar, sifarişlə bir şey. Usale Mailova, o töktüğünüz nedir? Bu plan bir şokolatı kızlar, ne diyorsun ama? O töktüğünüz nedir? Bu plan bir şokolatı. Yegane Hazır satılan şokolattandır. Yegane Həsinova, Çok erken. salam xanım, hicablı Her zaman daha yaxşı olur. Ne kadar çalışsam da kaymakta bərk olmur. ne Onlar idi? ki mikserinizdendi. O plan bir şokolatlı kızlar. Normalde bu biraz yumuşak olur. Ama bu Günlük defeki neyse gedim çok ol. bərkdir. Dubai şokolatını beğendim. Din
beğendin? Mən yox qızlar. Mən Şah bəyənmədim. Belə deyim. İsmail Şahlov. Ben de tort bir Bak ged onun başını qatsın. Hə, lap yaxşı. Bu karameli idi kızlar. O birisi o torbadan yaxşı sıxılmayan o plan bir şokoladdır. Ben normalde tortlarımın arası için şokolatı özüm hazırlayıram. dedim Sadece yememişim. bu dəfə tələsik çıxdı. Ben de yememişim. yani yemeğinize o derecede değecek bir şey değil kızlar. Yemeyenler pis olmasın. Yani o derecede Gündüz mükemmel geliyor. bir tadı yoktur. Yemeseniz de olar. Çok sağ olun. Ama onlar... Eləmə Turqay, keç. Onları oxuyan balaca necəsən? Yaxşıdır, çox sağ olun. Hə, karameldir qızlar. Sonra gözə qaral çəkirəm də. Bir də baxın, ikinci qata belə çəkdim. Baxın, bunu da təzdən belə çevirirəm, onun ağız hissəsini qızlar. Belə. Çox sağ olun. Bu biskvitə qızlar 10 yumurtalıqdır. Yok kızlar, mikserin başlığı, bu firmanın mikserinin başlığını tapmadım. Başka? Bundan burada konuşumda da var idi mikserden. Onun başlığını getirdim, düşmədi. Ona göre gerek eyni firmanı tapıp başlığını alasan. Ona göre Temu'dan vura bilməmişim. Şimdi hələ ki biraz düzəltmişəm. İstifadə edirəm. Haçansa qırılsa məcbur gərək mikser alım. Ya da sədərəyə zada kimsə gedə ki eyni o başlığı əlində aparır, ondan alır. Tor düşər. Çünki başlıqlar bir-birinə nə qədər çox oxşasa da güzel düşmür. İki dənəsini prob elədim, düşmədi. Hansı şüşədəki qızlar pesok qatmıram. Çox sağ olun. Peki çox ol sən oradan gəl. Peki çox ol. Çok heyecanlıyım okuma. Asim Mamadli, akşamınız xeyir olsun. Adlar okuma idi, sadece oku. Bazı kaymakla bellek vurmak olur torta. Olur. Salam. Aleykümselam. Balacan necəsən? Sağ olun. Çok sağ ol. Halala. Satırsız. Bəli, sifarişlə. Salam. Sifarişlə hazırlanır. Salam, indi vurduğunuz nə doğrusudur? Kızlar bu çeyrek Ay. jelesidir. Qaymağınızın adı nədir? Şef dupa. Neçə kilo tortu? Sana şirin kız, Allah korusun Çok seni. sağ olun.
necəsiz? Balaca adın nədir sənin? Can ürəyinə qurban. Çox sağ Balaca olun. adın nədir? Elaydı qızlar. Bambiskviti 8 tane yumurta koyarım olur mu? Baxın qızlar, sizin elədiyiniz Neçə diametrə. mandır? Tortun kilosu 15 manatdır. Kremli tortlar. 10 yumurtanın Pahalı tortlar. pes 17 ok un nə qədər tökmüsüz? 300 gram. Nə dediniz qaymağın adın? Şef Duka. Bacı o süddür. Yok, qaymaqdır, kofedir qızlar. Paçkalarda o Nescafe var, bax onlardan. Adımdan Kofedir, bir də böyük gözəl qız. 2 qaşıq peso. Sipariş desə elcək niyə Əlcə ilə işləməyə İddiəmiz. xoşlamıram qızlar. re Yəni hamı da bilir. Yəni əlcə ilə resepti əlcə olan yerdən yazardınız? sifariş vermək istəyən verə bilər. Resepti yazarsınız. Necə də Əlcə ilə gözəl, işləməyə xoşlamıram. necə də gözəldir. Çox sağ olun. Süd və ya şərbət etmək olar. Peso, Südlə yox qızlar, südlə. peso çox gözəl. Ban tvorogla edirəm tortu. Bax bu indi vurduğum karamel doluqsudur qızlar. Sadəcə biraz su ilə durutmuşam. Dubai şokoladının qiyməti neçəyədir bacı? Elay neçədə oxuyursan? İkinci sinifdə oxuyun qızlar. Südlə niyə olmaz? Südün dadı gələr axı. Salam, axşamı- Eləmədiyim şeyə də garanti verə Salam, bilmərəm də. axşamın xeyir. Çox gözəl. Çox sağ olun. Qızlar belə yaxşıdır da. Hamı canlıda sifariş versin, tortunun yığılmağına rahatçılıqla baxa bilər. Hansı şəraitdə hazırlandığını rahat bişir. görə bilərsiniz. Bacı bişirdin biskvitdir. Hə, Salam. Biskvitdir qızlar. Salam. Salam. Hello. Mama. Ona oxumaq bilmədiyini. Dubai şokoladının qiyməti neçədir bacı? 100 qramı qızlar 5 manat idi. Sıkışonka bana vermedi. çok iyi olur. Gecenin bir alemi canım çekti bacı. Buyurun canı çəkənlər sifariş versin qızlar. Canı çəkənlər sifariş versin. Gecenin bir Baxın qızlar, akşamı kvadrat xeyir tortu yığdım. kanı. Bunu Ben neçə yumurtadan 10 yumurtadan. etmisən? 10 yumurtadan qızlar. Nə şirin səsin var. Elinə sağlıq. Çox sağ olun. Resepti düz olmaq üçün yazardınız. Çox adam deyir ki, yəni tortum əyri olur. Axırıncı lay qoydunuz. Ondan sonra nə edirsiniz? Yavaşca bax, çox möhkəm yox. Yavaşca Elay baxın. nətərsən? Bu hissələrdən bir Elay nətərsən? Hə, Karamel olmasa iyidir. Baxın, Bu belə- neçə kilo? Elay dayan bir dənə. Baxın, belə hər tərəfdən biraz çox möhkəm yox. Biraz basırsınız ki, üzü tam düzləşsin. Sonra qıraqlarına nə edirsiniz qızlar? Belə göstərin. Baxın. Ki, tam bir-birinə otursun. Qıraqları düzləşsin. Sıvıyanda da sizə rahat olsun qızlar. Baxın, hər tərəfin, 4 tərəfində. Belə elədik. 10 yumurtanın resepti. Baxın qızlar. Belə hər tərəfini belə elədik. Gördünüz, qıraqdakı o çıxıntılar hamısı düzəldi. Tortun qıraqları düzəldi. İndi təzədən üst
üstün şərbətləyirik. Çileki. Burada eləmə. Karameli özünü düzəldirsiniz. Yox, sən keçsə tort olanda özünü düzəldirəm. Belə normal tortlarda alıram. Bu neçə kilogram tortu? Qiyməti neçədir? Bacı, Dubai şokoladını 5 manat belə tort olacaq. Bacı, Dubai şokoladının pletkası neçəyədir? 100 qramı 5 manat. Bacı, vurduğun nədir? Bu qaymaq Salam, qızlar. salam, Üzüm, salam. üzümdən nazik Şerbeti tat, qaymaq. nədən hazırlarsınız? Salam. Yeni gələnlər, yəni narahat olmayın. Canlı yaddaşları alacaq. Canlıya sonradan gelib baxa bilərsiniz. 8 yumurtanın diametri nə qədər olar? Yəni sizdən asılı. Salam, Neçəlik karamel. bilərsiniz. Salam, karamel dolgusu neçəyə alırsan? Karamel dolgusu Salam. neçə manatdır? 10 İstəsəniz yumurta. töküb verirlər qızlar. 10 salam, 10 yumurta resepti Səhifədə var qızlar. Korjarı üzərinə Səhifədə toxduyunuz nədir? Tanıdınız məni, mən neçə vaxtı gələ bilmirdim. Üzürlü sayın gəlim. Murat Bilek. Onlar bəlkə də Salam bacı, şəkər xəmirini hansı ona görə üzürlü sayın. kərafdə və neçə ay saxlamaq olar? Şəkər xəmiri qızlar alanda üstünə baxın. Üstündə saxlanma tarixi yazılıb. Belə normalda da paketə qoyun, ağzı bağlı qabda saxlaya bilərsiniz normal ev temperaturunda. Amma tarix cəhətdən mütləq aldığınız üstünə baxın da tarixini. Pletkasını deyirəmmi bacı? Hədə qızlar Allah səni saxlasın. 100 qramı bir pletkada 100 qramdır qızlar. O da ki 5 manatdır. Karameli evdə hazırlamaq olar. Olar. Karamel jelesi ayrıdır. Karamel dolusu ayrıdır. Karamel dolusu, bax bayaq axırıncı vurduğum, baxın bu rəngdir. Karamel dolusu budur. Karamel jelesi, baxın bu rəngdir. Budur. Yəni fərqli-fərqlidir. Oxuyan qız uşaqdır. Hə qızlar, uşaqdır. Salam Elaycan. Like attım. Çox sağ olun. 2 Şişələrini təmizləyək qızlar. necə ki olacaq? Bir dənə Kilogram olacaq. hardasa 3 kilo onlar qızlar. Yox, deyirəm oxuyan qızdır. Hə, oxuyan qızdır. He. Hə. Hı. 253 nəfər var. Niyə bəyənmişsiniz? Ekrana iki dəfə vurmaq çətin deyil axı. Qızlar, indi mən buraları bir dənə təmizləyim. Gətirin bir dənə biskviti çalım, qoyum üstə pişsin. O biskvit pişən Maşallah qoyum, ondan sonra hamısı torta bir-bir hazırlamağa. oxuyur. Maşallah hamısını bir-bir oxuyur. 241 oldu. Yenə də gözəl, möhtəşəm tort bişirsən, yorulmayasan. Çox sağ olun. Çox sağ ol bacı, Allah razı olsun.
Abi ne diyorsun? Deyirəm. Kızlar bir tane ben kabları temizleyeyim. Gelin bisküviti hazırlayaq. Ondan sonra. Balaca kızın 8 yaşı var. Çok sağ olun. Baksın. Kızlar yadımda değil hiç almışam ama Tot magazinde 21 nömrəli məktəblə üzbəyiz 101 xırdavat var. Bak oradan gidip alabilirsin. Yok indi gedirəm hələ ki qabları yuyum kızlar. Mikserin qabını yuyum kremlidir. Mikserin qabını yuyum ondan sonra gəlim. Biz yumurtanın pösoğun unun çəkilməsini göstərəcəm. Yanınızda hazırlayam. Bir dənə siz bəyənin 218 nəfər var. Bəyənin. Mən bir dənə qabları yuyum gələm. Hə, Şirvanda yaşayırıq. Bir dənə telefonu səssiz alıram kızlar. Mən gedim mikserin qabını yuyum gələm. Hazırladığım tort siparişdir. Hə, sifarişdir. Bəyənində. Tanışık. Burada. Bəyənində. Buradadır. 2 mərtəbə tortu neçə qiymətə olur? Akşamı. Seçtiğiniz torta. Tortun dekoruna bakın. Salam, şirinsən. Sen de. Benim tatlı. Muavin Elan Hanım, okuyun zəhmət olmasın. Necə yumurtadan istifadə edirsiniz? Genel çıkartıyor. Evde hal hazırda yiyeceğim 12 yumurtadan olacak. Ama bayağı yıldığım 10 yumurtadan edildi. Şef oxudum, ay qızım. Şef oxudum, ay qızım. Neyse okumsa. Olar. Salam, işinizdə uğurlar. Çok sağ olun. Elay qızımız, Allah səni qorusun. Çok sağ olun. Axşamı xeyir Ayşə, yorulmayasan. Çok sağ olun. Gözəl 2 mərtəbə tort axmasın deyə nə etmək lazımdır? Düzgün yığanda aşmır kızım. Elan Elan okuyor ki ben ünlüyet hazırlasın. Yani. Aşmasın diye. Kızlar düzgün yığanda hanımlar aşmır yani. Çok sağ olun. Yani kapları kuruluyum. Mütləq bisküvit hazırladığınız kaplar kızlar kuru olmalıdır. Yani qətiyyən içinde bir damla bile su olmamalıdır. Ona göre kaplarınızı yaxşı kuruluyun. Neyse səhv edirsiniz də ona göre. Ya sobanızdadır problem, ya reseptədir. Yani bazen resept düz olur, problem sizin sobanızda olur, ya qatışdırma qaydasında olur. Çok sağ olun.
Eləmə, elə. Çox sağ olun. Salam, yaxşı, sağ olun. Siz necəsiniz? Qoy elə yox. Fərqi yoxdur. Bu şüşə olanlar da yaxşıdır qızlar. Yəni sizin büdcənizə hansı uyğundur, onu ala bilərsiniz. Dəmir olanlar daha bahadır. Yəni sizin büdcənizə hansı uyğundur, onu ala bilərsiniz. Yox, Elay yorulmadı. Elaya biraz kimsə orada dedi ki, səhv oxudun. Elayın xətrinə deyildi, ona görə oxuma. Bu indi pişireceğim kızlar 12 yumurtadan olacak. Dur, olmaz. Adam bacını görmez. Yok. Ay kardeş şu an sakla Aysel Hanım bize öğretir. Yaxşı fikirdir. Yaxşı olacaq, yəni Bax, sıradan bax. çevirin, yaxşı olacaq. Sən də şimdi yuxu dərmanı bastırdın mı? 2-3 dəfə batırıb, dəyişmə salabilsin. Konuyla belə günüz yatızdı bilir. Günüz yatanda akşam yatın. Məndən sonra yatırır, bu görünək söylüyor. Bunun diametrini kızlar hələ mən də ölçməmişəm. Diametri indi gətirim. Düzəldəndə baxarım. Ama biri et gibi. Burada da. Aşağıda. Mama. Hadi. Biri Ha, dayan yaxşı. aşağıda. Napolyon tortu əyləmişəm. Səhifədə var. Videoları baxa bilərsiniz. Gəl Elay, gəl oxu. Gəl oxu, mən də eləyim qızım. Gəl. Süsümü verilmesi lazım. Yok, topunu de. Şirin kız hara gittin? Gəldi, xalaları gəldi. Biraz Elay Elay, xanım gəl. keski səndə. Siz de onu kiloya satırsınız. Necə yedi kilosu? Kremli tortlar. Şirin kız gel. Kim küstürdü seni? Kremli tortlar kızlar. 15 manat. Mastikalı tortlar 17 manat. Hadi de. Akşamı xeyir. Akşamı xeyir. Mən biraz gecikdim. Ne yapayım? Elay benim de kızım var. Adı Seray. Allah Serenay. Elay seni verene şükür. Çok sağ olun. Hala. Slime para değil. Hadi slime olmasın. Gel slime, geç yanımda otur slime. Geç sıra. Geç sıra.
Allah saxlasın. Ha, bir dəqiqə gözlə. Çox sağ olun Yegane xanım. Elay, üstümüzə niyə deyirsən onu? Çox sağ olun kızlar. Bisküvit. Kızlar bisküvit, tortucu bisküvit. Bu bisküviti pişirim koyuyorum. Çünkü bunu da indi ben bu bisküviti de indi sıvamalıyım. Səhər tezdən durub üstün bəzəməliyəm. Ona göre o tortu bəzəyənə kimi bu da pişmiş olsun. Elay getdi kızlar. Elay kaçtı. Bisküvit pişirir kızlar. Bunu çıxardım. Sən oyna hələ ki. Evet, kabları duruluyor. Gayet bisküvit pişmiştim deyin hamısı yaşlı. Ben gramla tökürəm kızlar. Çok sağ olun. Çok sağ olun. Qabaq elə değildi kızlar. Ben de uşaqlar uzağı saat 10'a yatmış olurdular. Son bu 3-4 gündür ki çok pis öyrəşiblər. Yəni balaca cüllük məndən sonra yaxşı. Yoxsa məndə uşaqların yəni ikisi də elədir. Tez yatqandalar. 3 gündür pis öyrəşiblər. İndi qızlar çox adam elə bilir ki, mikserdəndir də, yəni biskvitdə çalınmasa. Ona görə sizə əl mikserində çalıram. Yəni baxın ki, fərqi yoxdur da. İndi tortu mən yığana kimi də inşallah bu biskvit pişər, pişmiş halında göstərərəm. Hələ qırmamışam qızlar yumurta. 2 uşağım var. Fırlanın atdıqlardan fərqi yoxdur. Hansı büdcənizə uyğunsa ala bilərsiniz. Başlamamışdan əvvəl mütləq sobanızı yandırırsınız qızlar. Sobanız, siz tutarına kimi sobanız tam isinmiş olur. Ona göre mütləq sobanı əvvəlcədən yandırın. Normal oluyor. O da kaşar Papa, bak sana hamur. Bana ye. Yok, orada oynat yoksa mama. Hə, çox adama neyse bildiriş gəlmir. Elə oynat. Mama yoksa alacaqsan. Eğer kızlar 28 diametre 9 yumurta vurun. Hala gitti. Pişirebilirsin. Ne tökmeseniz kalkır sonra sönür. Çok sağ olun. Hoş geldiniz. 210 gram. 210 gram tutar. Ben de 12 tane yumurta getirim geldim. Bak, tutuyorsun bak. Zaten dediğim gibi bu tosta biraz olan tarif verildi deyin. Ona göre biraz hazırlıksız yakalandım. Her şeyi tələsi yeləmək məcburiyyətindəyim. Ki sabah tezdən çatdıram. Ben de gelmir ama girdim baktım. Canlıdasınız. Ha kızlar gelmir bildirişler neyse. O da olabilir ki YouTube neyse engelleyir. Kent yumurtası ilə biskvit olar ama mütləq gerek kakaolu biskvit eləyəsiniz. Yoksa çok sarı rengi olur. Kepeneği kızlar o günkü tostdaki kepeneği
vafli kağıdından, gül vaflisindən kəsmişdim. Kəpənək şəklini qoyub vaflin üstünə elə kəsmişdim. Belə yumurtanın ağıl sarısından ayıranda qızlar elə edeyim ki, bir-birinə qarışmasın. Hə, su töyməsiniz yox qızlar, mən su töymürəm. Ola bilər ki, o sobadan asılı olur. Ona görə də eyni resepti su ilə eləyin. Çünki bəzi sobalarda o olur. Soba çünki biskvitin nəmişliyini çəkir, qurudur. Ona görə də su töyməsiniz el olur. Biraz indi mesajlarınızı arada bir oxuyuram. Yəni o an baxıram, hansı axırıncıdır onu oxuyuram. Yəni kimin mesajını oxumasam inciməsin. Ondan sonra niye sönür? Ya sobadandır ya da neyse səhv edirsiniz. Vaflinin bir dənəsi 1 manatdır qızlar. A4 kağızı boyutda olan vafli 1 manatdır. Siz eğer neyse figur düzəldirsinizsə mütləq gül vaflisi deyib almalısınız. Yoxsa qalın vaflidən alsanız düzəltdiyiniz figur qırılar. Vafli gülləri, renkli güllər satırlar burada. Canlı da yaddaşda qalır. Sonra geç gələn qızlar sonradan da canlıya baxa bilər. Hə, yeməlidir. Qızlar, var axı, tortun bəzədilməsi. Axırın canlıda mavi bir uşaq tortu hazırlamışdım. Ha, bax, orada göstərmişdim. Gül siminin ucunu isidirsiniz. İsidəndən sonra da mastikaya taxırsınız. Onda qətiyyən sürücü düşmür. Ulduzlar. Siz öyrənmək istəyənlər mütləq canlılara, o yaddaşda qalan canlılara başdan baxsın. Orada hər bir xırdalığı sarmadan baxın ama. Ki hər bir xırdalığı orada başa salıram canlılarda. Sarıya baxanda siz oradaki söhbətləri yarımçıq qulaq asırsınız. Ona görə də axtardığınızı tapa bilmirsiniz. Çünki o canlıları yaddaşda saxlamaqda məqsəd odur ki, siz geri sonradan baxasınız. Eğer şekildirsə tavanca kleyinə yapışdırın. Ama mastikadırsa gül simini isidirsiniz. Ondan sonra da yapıştırırsınız ulduza. Vafli gül, o balaca vafli güller satılır kızlar. Böyük olan güller yok. Tort magazinlərində. Qalın vafli ilə tortun o kənarlarında kağız kimi kəsilir. Bax, onlar hazırlanır şəkil üçün. Onlar şəkil vaflisidir. Qalınlarda şəkil çıxardılır. Ona görə əgər qalın vafli istəsəniz deyirsiniz ki, şəkil vaflisi verin. Yox, nəysə figur düzəldirsinizsə onda deyirsiniz ki, gül vaflisi verin. Şimdi kızlar, ben bunu el mikseriyle çalım. Böyük mikseri olmayanlar yani görsün ki el mikseriyle de eyni efekti. Kaftana bulaştırma. Olur, ben ona cevap verdim kızlar eşitmədiniz. Olur ama kakaolu bisküvit eləyin, yoksa çok sarı rengi olur. Kərk yumurtası çok sarı rengi olur.
Sadece onun için biraz daha tercih ediyorum. Bu mikserler çok güzel gidiyor. Kızlar sadece el mikseri olan hanımlar için böyle çaldım ki yani ferdi yoktur. El mikseriyle de bisküvitinin qəşəng köpür. Firması kızlar. Çok sağ olun. Bakın bu kadar çaldı. Başlayalım sarmaya ilave edelim. Ben buraya ilave edelim. Sarnı tüpünden sonra çaldık. Mikserimizi koyuyoruz kenara. Çok sağ ol. Güzel bir tatlı. Şimdi keçək unumuzu elemeye. Ben krem şantilerine kadar çalım bərkimir, hələ duru olur. Onlar ki, yəqin suyun çox dökürsü. Shift Uka qaymaq kremi. Yani tortların arasına qətiyyən şanti vurmaq fikri olmazsa dağılınızda tortların mütləq arasını qaymaqla sıvayın. Hayır kızlar, balacaların eline slime vermişik, başını qatır. Görək o slime onun ne kadar başını qatır. Və paltarın slime'dan ne günə bu?
Çox sağ olun. Vurmuşam kızlar. 12 yumurtaya 2 paçka qabartma, 2 paçka da vanil düyüm. 10 yumurtadan sonraki bütün biskvitlere 2 paçka. 10 yumurtaya kimi 1 paçka, ondan sonra 2 paçka. Hər yerdə bir fərqli qiymətdir. Bir paketi bilmirəm, mən qaşıq kiloluq alıram, qaşıq ölçüsü ilə eləyirəm. 6 xörək qaşığına 1 stəkan sudur. Amma buz kimi su. 3 xörək qaşığına da yarım stəkan. Siz o paçkanı qaşıqla ölçün, dolu xörək qaşığı ilə. Ki bir paçka nə qədərdir? Kızlar, uşaqların yuxarı rejimi pozulur. İndi inşallah 2-3 gün onların yuxarı rejimi məktəb açılsın, düzələr. Məktəb bağlıdır deyə biraz uşaqlar. Yox kızlar, bir dənə kvadrat biskvit olacaq. 12 ədəd yumurta vurmuşam. Bir dənə qabı götürüb gəlirəm. Yavaş Turgay. Yavaş Turgay. Hələ gözümə qızlar, yağlı kağız almamışam. Ona görə salfetka düzürəm bu 2 gündür. Yəni yağlı kağızınız yoxsa salfetka da qoya bilərsiniz. Torta qətiyyən yapışmır. Qəlbin ölçüsünü indi sizə deyərəm. Bilmək istəyənlər, çünki nə qədər axşamınız xeyir. Dağıdacaq bunu. Hə, çox asan soyulur. 3 yumurtadan 16 diametre. Çox sağ olun. Yox, yağlamıram qızlar. Yaxşı çıxar qızlar, yəni için əgər yağlı krem istəyirlərsə, dayan soruşum. Qızlar 35'in 28'e. 35'in 28'edir qabın ölçüsü. Normalde yağlı kağız koyuyorum kızlar. Yağlı kağızını 2 gündür qutarıbdı. Ona göre dayan yaxşı. Ala. Elay ala. Baxın o sizin işlətdiyiniz yağa da, yəni bahalı kərə yağ işlətmirsinizsə, eyni qiymətdə, amma yoxsa əgər kərə yağ işlədirsinizsə, hə qiyməti daha baha olmalı. Yox kızlar, yağlamadım. %50 gram pesok dökülür 5 yumurtaya. Baxın, sonra belə yaxşıca yayırsınız ki, tortun bir tərəfi hündür, bir tərəfi alçaq olmasın qızlar. Belə. Hə, bizdə bu çiğ xəmiri xoşlayırlar. Bu biskviti bayaqki kimi qızlar. 4 yerə bölünəcək. Bayaqki da, yəni bu ölçüdə olmuşdu. Yox, amma o 10 yumurtadan olmuşdu. O 35'in 28'e idi.
Şimdi onu koyduk pişmeye kızlar. Gelin şantimizi çalaq. Başlayaq o biri tortumuzu sıvamaya. Onu ben bisküvitin altı berk olur ama üstü pamuk kimi yumuşak olur. O nedenle elə çok vaxt. O kızlar olar bilər ki belki çok saxlayırsınız sobada. Ola bilər ki çok saxlayırsınız sobada. Ona göre alt hissəsi quruyur. Ya sobanızın alt hissəsi daha güclüdür. Tez pişirir. Hə, biskvitlərinizi nəmləndirmək lazımdır. Nasıl? Çok sağ olun. Hə, salfetə yağ vurmayın kızlar. O eğer salfetle eləyirsinizsə ola bilər. Linç olur. Belki ola bilər ki diametrinə görə çox biskvit yumurtadan eləyirsiniz. Ona görə də bu biskvitin gücü çatmır. O nə qədər yuxarı qalxıb qabarsa da o aşağı hissəsi linç olur. Ondan da ola bilər. Diametrinə görə çox yumurtadan eləyirsiniz. Gətirim şantini çalaq qızlar. Şantini qızlar. Baxın mütləq suya görürsünüz buz atıram. Bunun üstüne su alıp şantini onunla çalıram. Ama buzları atmıram da suyun mikserin içine. Çok sağ ol güzel ve tatlı tostlarım. Bakalım biraz buzu töktük. Sonra indi buna su tökürük. Mən şantini qaşıqla ölçənə kimi o suda dursun. Yəni neçə vaxtda hazır olur? Biskviti deyirsinizsə ən azı 45-50 dəqiqə qızlar hazır olacaq. Bəzən 55 indi sobadan asılı. Ha o mikserin yok bu el mikserin adı Prestige. Nerede biri tezizdi bu. Bu mikserin adı Sonifer'di. Böyük mikserin adı Sonifer'di. Qaymaq kremin edim baxaq da. Canlıya baştan baxın. Canlıda qaymaqlı kremi canlıda çalmışdım. Baxarsınız oradan. Hə, buzlu suyla eləyəndə kızlar şantiniz daha güzel olur. Ona göre həmişə canlıda deyirəm, mütləq buzlu suyla eləyin. Qaymaqlı kremi canlıya axırda canlı yaddaşda qalacaq. Başdan baxın. Canlıda hazırlanır. Ola bilər ki, bildirimlər çox canlıdan marka göstərirəm. Ona görə YouTube əngəlləyir. Sizə bildirim gəlmir. Hə qızlar, baxın mən belə paçkada alıram. 1 kiloluq. Yox, fansız. Normal alt üst rejimdə.
veririm. Dayan. 6 kızlar. 7. Tortun qıraqlarında nasapqa ilə bəzəkdə var deyim. Ona görə biraz çox eləyəm. O verir. Sosunu tap bir mənə. Sosunu tap bir verir. Yox, balacanı mən gedib ayağında yelləməsəm, balaca qətiyyən yatmır qızlar. O xörək daşlığı tökdüm, onsuz da yenə kontrol edəcəm ona görə. O gəlib 14 manat, yox, hə 14 manat almışdım, mən çoxdan almışım. İndi bax qızlar, 10 xörək qaşığı bura tökdüm. Bu quruşka normal o 200 qramlıq stakandan eynidir qızlar. 1 bir də yarım tökürəm. Əgər indi çalanda baxaram. Çox qatı olarsa qızlar, içine bir dənə buz düşdü, onu götürüm. Eğer çok buzu mütləq atmayayım, mikserinizin başlığı xarab eləyər qızlar. Eğer çok katı olarsa sonradan da su əlavə edirəm. Sosunu tapdım verdim. Elamın sosunu gör hanım. Şimdi bunu koyayım. Eğer çok katı olarsa dediğim gibi sonradan yine su əlavə eləyəcəm. Bir dənə siz burada çalınmağa baxın. Ben gidip o balacıya su vereyim. Gəlim. Telefonu sessiz alalım kızlar. Çok katı oldu. Şimdi biraz da su ilave edirəm. Ben stəkanla tökürəm. Mən qramla tökürəm. Ona görə sizə stəkanla ölçü verirəm ki, səhv olar.
mütləq özünüzə bir dənə mətbəx tərəzisi alın. Babamın qıranı kakaolar qalıb qızlar. Bunlar belə spatula ilə silim ki, kakao tam qatışmış olsun. Güzel stekandan söylemiyorum ona göre. Reseptide beyazdan valla 10 dəfə demişəm. Canlının sonra yaddaşda qalacaq kızlar. Yani narahat olmayın. Canlıya sonradan bakın. Oradan reseptleri götürə bilərsiniz. Bir həftədən də açılmamışı çok üstündeki siropa göre ne kadar istəsəniz saxlaya bilərsiniz. Eğer ağzı açılmıyor, üstündeki siropa göre saxlaya bilərsiniz. Eğer ağzı da açılırsa en az bir 10 gün 15 gün saxlaya bilərsiniz. Bir də ki o soyuducudan asılıdır da. Köhnə soyuducularda çox qalmaz, inanmıram, yaxşı olmaz. Amma bizdəki soyuducularda 15 gün qalır. Nəyə qızlar neçə dəqiqə çalan? Vallahi dəqiqə baxmıram çalanda. İnanın ki, yəni üzünüz gözünüzün qabağında görürsünüz. Dəqiqəyə baxmıram. Mən çalanda siz saatınızın dəqiqəsinə baxın. Dəqiqə ilə bilmək istəyənlər. Onda baxın görün mən nə qədər çalıram. Yoxsa mən belə dəqiqəyə baxmıram. Yox, olmaz. Elə ona da şükürdür. Hə, onlar indi onun ölçüsündə siz özünüz bilməlisiniz. Bunun atdığı 40'ın 40'adır. Hə, arasını canlıda yığmışıq bizə. Hə, kakao kökü. İndi mən mesajları görmürəm qızlar, inciməyin yəni. Tortu sıvıyım, qutarım, ondan sonra baxaram. Yəni, birisi kimin mesajını oxumuramsa qızlar, inciməsin. İşi görəndə elə bir anlıq telefona baxıram, o axıra kimin mesajı düşürsə onu oxuyuram da. Yəni, elə bilməyin ki, bəzi mesaj oxuyub, bəzisini oxumuram. Yəni, həm işi görüb, həm mesajı oxumaq biraz çətin olur. Ona görə o an baxıram, gördüyüm elə oxuya bilirəm. Tort qızlar, haradasa bir 3 kilo, 4 kilo olacaq. Kakao dönüşüm. Kreme kakao dönüşüm kızlar.
Bilirsiniz, krem istifadə edən kimi, çalan kimi istifadə eləməlisiniz qızlar. Krem qalanda yaxşı olur. İstər qaymaq olsun, istər şanti olsun. Fərqi yoxdur. Və görürsünüz, çalan kimi istifadə edirəm. Əlimi saxlamıram. Çünki onda köpüklənir. Sıvamakta çətin olur. Qoxtarım tutuş. Hə, qoxtarım verirəm. Oyna. Tortu qutarım verirəm. Yox hələ, tortu qutarım verirəm. Oynamırsan? Uzan orada divanda. Bir kızlar, tortu sıvayanda çalışın, səbirli olun. Tələm-tələsiz sıvamayın. Yəni, nə qədər arxayın, sərbəst tortunuzu sıvasanız, o qədər gözəl olar. Salam, Bisting şantisindən istifadə edir. Həmən Bisting şantisini. Bir də baxın, tortun üstünü sığanlayanda kızlar. Hər dəfə bunu belə çəkin, sonra əlinizdə bir quru, yəni nə salfetka mı deyim, bir neysə olsun ki, hər dəfə bu bıçağın ağzını təmizləyin. Onda tortunuzun qıraqlarını daha yaxşı təmizləyərsiniz. Kakaoludur, hə, kakaoludur. 4 yere bölmüşüm kızlar. Dış kakaolu şantidir. Tortun içi mütləq qaymaqla yığılır kızlar. Ama üstün şanti ilə. Mən fərqi yoxdur. Ev üçün, özümüz üçün eləyəndə də, yəni bu qaydada eləyirəm. Şanti ilə eləyirəm. Çok kızlar, üstünde daha çok oynamıram çünkü indi gətirəm şokolad axıdan üstüne. Ona göre lap da çok sığallamağa ihtiyac yoktur. 10 yumurtalık kızlar. Qoxtarım Turqay, gözlə. Yox, hələ keç otur, tutarım, gəldim. Keç otur, düzəldim, gəldim. Qoy öyrə, tur. Yoxdur. Kilosu 15 manatdır kızlar. Tort hardasa 40-50 manatlıq olacaq. Üstündən qəlbin ölçüsü, səhv eləməmsə 28-in 35 idi deyəsən. Canlıda başda demişdim kızlar, inarsınız. Bu kadar danıştım ki yadımdan çıxdı. Ölçünə qədər idi. Tortumu kənarlarını verirəm. Yaxşı təmizləyək. İndi gətirim.
Bakın özüm bişirdiğim kremdi kızlar. Bir tane size bisküviti göstereyim kızlar. Bakın. Hələ bir 20 dəqiqəsi var. Bisküvitini görürsünüz necə gözəl köpüb. Hələ bundan da artıq köpəcək. Yəni sonda yadıma salsanız göstərərəm. Yox kızlar, Şirvanda yaşayırıq. Mən özüm Kəlbəcərliyəm, amma Şirvanda yaşayırıq. Lap gözəl. Belə. Kurtaran verəm. Bu kremi özüm, şokolatı özüm pişirmişim. Tortun üstü için kızlar. Belə çalırıq, biraz yumuşalsın. Çünkü xaladenikdəydi. Bayaqdan xaladenikdən çıxartmaq yadımdan çıxır. Ona görə belə əlimizdə biraz salaq kıvamı. Hə, olar. Yox kızlar, bisküvitə nişasta vurmuram. Yeni gələnlər üçün bisküvitə bayaq canlıda hazırladım. Yəni canlı qutarandan sonra yaddaşda qalır. Sonradan baxa bilərsiniz. Yəni vurmuram. Hə, bir papayla telefona bax gəlir. Hə, qutaran verəm. Yox, qutarmam şuna. Bir otur qutarıram verəm. Kızlar bunu süzdürüm. Əvvəlcə tortun kənarlarına süzdürüb. Ondan sonra tortun üstünə çəkəcəm. Çevirme, değme. Evet. Çevirme da, çevirme. Sağlam şokoladın reseptini verebilirsiniz. Bir dakika kızlar. Ben bunu akıdım. Tamam. Telefonun zaryadkası sönürdü. Keçəndə belki kimi dedim canlı yarım çıkalayacağım. Ona göre düz elimi saxlayıb telefonu zaryadkaya taxım kızlar. Ged otur Turqay, gətirəm verəm. Geçen evde mavi tortu yığanda canlı yarıda telefonun zaryadkası qutardı. Söndü.
Dayan tabii. Çekil tabii. Biri büyük. Bir de kızlar. Biraz çekil oradan. Bir canlı hə, indi düzəldi. Bayaqdan çox yaxından görsənirdi. Çok acı çıkarma. Böyle kızlar. Bu kadar. Bakın böyle. Tebrikler. Bir tane bunu koymuş. Xaladenka. Böyle xaladenkin ağzını aç. Bir tane kızlar nasatlı yerde. Bakın ucluqdan istifadə edim. Hə, gözdə karın verim siz gözdə. Çok sağ olun. Bunu da eləyim. Ondan sonra canlını bağlayayım sizdə. Bir balaca güvləşdi. Baxın, nasatda ilə vurmamışdan əvvəl kreminizi təzdən belə açtırın kızlar. Ki kreminiz köpük olmazsa nasatda böyle da geçen çıksın. Bir de tortu getireyim. İki kaşık olsun. Hala güzel. Bir tane nasatkanı vurum, ondan sonra bisküviti gösteririm kızlar. Ha, kiçotu getirin verim Turgut. Bazı şokoladın, bu torta ne tortudur Asiye xanım? Sade şokoladlı tortu kızlar, məktəb üçün istəyirlər. Sadece biraz tortu son anda istədilər kızlar. Yaşa. Burada kafayı dember var. Otomatik notumu gördüğünüzde ifade olmak istiyorum.
Gedənə qızlar qaldı orta hissəsinin yazısı. Onu da inşallah desinlər, onu yazaram. 10 nəfərlik, 20 nəfərlik qızlar. 2 kiloluk tortu hardasa bir 15-20 nəfərə bölmək olur. O da baxır, hündür tortu, kvadrat tortu, yumru tortu ona göre. Baxın bu tort hardasa 30 nəfərlik tortu qızlar. Belə göstərim tortu. Görüşürüz. Bir dənə yazısı qaldı qızlar. Onda indi inşallah yazsınlar, yazın. İndi mən canlılığına bağlayıram qızlar. Balacanı gedim yatızdırım, gec oldu. Gecəniz xeyrə qalsın. Sağ olun ki canlıya baxdınız. 1 saat 40 dəqiqədir ki canlıdayıq. Hə, inşallah son halını paylaşaram qızlar. Sağ olun, gecəniz xeyrə qalsın.